x1 və x2 ədədləri x kvadrat çıxın 8x plus 4 bərabər 0 tənliyinin ölçəkləri çoxaldığında x1 çıxın çoxaldığında x2-ni tapın. Deməli, bu tənlikdə bu tənlikdə kökləri cəmi bərabərdir 8-ə. Kökləri hasili bərabərdir 4-ə. Deməli, bizə verib ki, bu ifadənin qiymətini istəyir. Bu ifadəni tapmaq üçün biz ifadəni kvadrata qaldıraq. Deməli, bunu da biz necə eləyə bilərik? Açıq B-nin kvadratları düsturundan elə bilərik. Muxtəsər vurma düsturu. A kvadrat çıxılsın 2AB plus B kvadrat. İndi kök altında x1-in kvadratı çıxılsın, 2 vurulsun. Kök altında x1 x2 plus kök altında x2'nin kvadratı. Burada olacaq x1 plus x2 çıxılsın 2 x1 çıxılsın kök altında 2 x1 x2. Deməli, baxın burada yazmışıq. Cəmi 8-ə, hasili 4-ə bərabər. Gətir bunun yerinə qoyacağıq. Cəmimiz olacaq 4.